Ey vəfasız dost, heç belə də dostluq olar. Allah Cənab Axnatunun canını salamat eləsin. Hökümdarın tapşırıqlarının icrası ilə məşğulam. Hansı hökümdar? Bu Allahın sənə tapşırdığı vəzifədir, mənim yox. Həqiqi hökümdar odur. Səni Misir cəmaatının nicatı üçün göndərən də odur. Bizim mehriban Binarus necədir? Minnətdaram, cənab. Xoş gəlmisiniz. Nəcəb Misirin əzizi cənab Yuzarsif köhnə dostlarını hələ də unutmayıb. Unutmaq bizim adətimiz deyil. Hüzurunuza gəlmişik ki, unudulmayaq. Gəlmişəm ki, məmləkətin gündəmdə olan bəzi məsələləri barədə məlumat verim. Yəqin ki, anbarların tikilməsi və buğda ehtiyatı barədə. Ya da ki, əkinçilər və yoxsullar barədə. Və ya kahinlər və onların özbaşınalıqları barədə. Bir xadimin ona tapşırılan işdən başqa heç bir fikri olmaz. Şübhəsiz ki, bunlar mühüm məsələlərdir. Misirin gündəmdə olan məsələləri sonraya qalsın. Biz bugün sənin üçün başqa yuxular görmüşük. Amma mən sizə anbarların tikilməsi, buğda ehtiyatı və kahinlərin fitnə fəsadları barədə mühüm xəbərləri çatdırmalıyam. Mən inanıram ki, siz həm bu işlərin öhdəsindən, həm də kahinlərin fitnə fəsadının öhdəsindən asanlıqla gələcəksiniz. Bu işlərlə sonra da məşğul olmaq olar. Siz Amun məbədi və onun kahinləri üçün tədbir görün. Mənlə cənab Axnatun da sizin üçün. Boş yerə zehninizi yormayın. Biz qərar almışıq ki, sizi bu təklik və subaylıqdan çıxaraq. Deməli, məsələ budur. Bu vaxta qədər evlənmək haqqında düşünməmişəm. Mən təklif edirəm ki, bugündən belə bu barədə düşünəsiz. Əsnad, Kamusesin qızı. Kamuses tək Allaha sitayiş eləyir, həm də Atu məbədinin böyüyüdür. Onun qızı çox gözəldir. Deməli, mənim Memfisdən bura çağırmağınızın səbəbi budur. Bəli, siz elə bugün Atu məbədinin böyük kahini cənab Kamusesin yanına gedin və qızı Əsnadı görün. Bugün belə tez? Niyə də olmasın? Əsnad həm gözəl qızdır, həm də tək Allahlıdır. Bəli. Sən tez bir vaxtda evlənməlisən. Bu, hökumət əmridir və icra olunmalıdır. Mütləq, cənab. Mütləq. Mən qoca və çarəsiz olmuşam. Hə? Alnımın və üzümün qırışlarını gördüm. Ey bəcərəm. Hə? Amma hələ də üzünüzdə ucalıq, böyüklük nişanələri hiss olunur. Yəni Yuzarsif mənə heç baxmayacaq. Xanım, siz hələ də mehriban və sevimlisiz. Narahat olmayın. Yox, Yuzarsif çox cavan və gözəldir. O mənə baxmaq istəməyəcək. 15 il ağlayıb sızlamaq, daşı belə əridərdi. Sən öz cavanlığını Yuzarsifin yolunda qoydun. Cavanlığımı Yuzarsifə qurban verdim. Kaş ki canımı qurban verəydim. Məni yandıran odur ki, o mənim çəkdiyim əzablardan
xəbərsizdir. Kaş ki o biləydi. Kaş ki biləydi. Kaş ki. Sən kimsən? Məndən nə istəyirsən? Bu qadın kim idi? Məndən nə istəyirdi? Niyə üzü görünmürdü?
Görəsən bir gün olacaq ki, Yusifim getdiyi bu yolla geri qayıtsın. Ah, ilahi, onu mənə geri qaytar. Dünən gecə üzünüzdə qəribə pərişanlıq gördüm. Bunun səbəbi nə idi? Atamdan ayrı düşməyim. Kaş o yanımda olaydı. 30 ilə yaxındır ki, ondan ayrılmışam. Amma hər an ruhum ona doğru pərvaz eləyir. Bəs o hardadır? Niyə onun yanına getmirsiniz? Yaxud onu öz yanınıza gətirmirsiniz? Biz Kənanlıyıq. Kənandan Misrə 1 aylıq məsafədir. Dəfələrlə onun görüşünə gedib, onu vəziyyətimdən xəbərdar eləmək istəmişəm. Lakin görünür, bunun vaxtı hələ çatmayıb. Misir cəmaatının hələ də mənə ehtiyacı var. Onlar təhlükədədirlər. Acılıq xalqın ruhunu və cismini hədələyir. Mən hələ onlar üçün heç bir iş görməmişəm. Ona görə də qorxuram ki, atama və qohumlarıma qovuşmaqla vəzifəmə düzgün əməl eləməyim. İşimi də yarımçıq qoyum. Bəs nə edəcəksiniz? Onlar sizin atanız və qohumlarınızdır. Sizin yanınızda olmalıdırlar. Onlar bir gün Misrə gələcəklər. Amma həmin günə qədər ayrılıq qəminə dözmək lazımdır. Qorxuram ki, atamı mənim vəziyyətimdən xəbərdar eləsələr, qardaşlarımın xətasına görə onlara qarğış eləyər. Özü də Bəni İsrailin tənbih olunmadığını bilirəm. Nə qədər ki, Allahın razılığı bu hicrandadır, mən də səbr eləyəcəm. Siz Bəni İsrail dediniz? İsrail, atam Yaqub Peyğəmbərin ləqəbidir. Mənə və qardaşlarıma Bəni İsrail də deyirlər. Allahın nəbisi öz qardaşlarının zülmünə məruz qalıb və sonra da bunu Yaqub nəbidən gizlədib? Bunun səbəbini soruşa bilərəm. Bunu sonra biləcəksən. Bilirəm. Siz kişilər ürəyinizdə çoxlu sirlər saxlayırsınız və onların faş olunmasını istəmirsiniz. Mən öz yersiz sualıma görə üzr istəyirəm. Hər bir sirrin üstü bir gün açılacaq. Vaxtı çatanda hamısını biləcəksən. Neçə illər əvvəl sənə demişdim. Məbədin sehirbazlarından biri fala baxıb Yuzarsifin gələcəkdə sənin imanını təhlükəyə salacağını demişdi. Yuzarsifi yaddan çıxar. Bunu sənə dəfələrlə demişəm. Sənsə əhəmiyyət vermədin. Öz həyatını Yuzarsifin yolunda
qurban verdin. Bu xaraba qoyan fəlakətdir, eşqdən əl çək. Yüzərsifi unut. Özünü fikirləş. Mənim Züleyxamdan müğayət olun. İndi bu ayrılığa necə dözüm? O mənim sadiq rəfiqəm idi. Həm xidmətçim, həm anam idi. Bundan sonra qəlbimin sirrini, ürəyimin dərdini kimə deyim? Tanrılara ant verirəm, sakit ol. Sən mənim dostum, sirdaşım, yoldaşımdın. Səni yanıma getirdim ki, mənə həmdəm olasan. Niyə məni tərk elədin? Biraz səbir xanım. Bəsdir. Yüzarsifin ayrılıq qəmi az idi. Kari ananın ölümünün kədəri də üstünə gəldi. Tanrılar, hardasınız? Axı ne üçün Kari ananı, mənim qəlbimin həmdəmini əlimdən aldın? İndi mən bu ayrılığa necə dözüm? O sanki mənim kölgəm idi. Gedin Kalyana'nın tahtını hazırlayın. Rahat yat Karyana. Daha Züleyxanın qəm-kədərini çəkməyəcəksən. Daha Züleyxa səni narahat eləməyəcək. Rahat yat. Rahat yat. Bu kimin cənazəsidir? Qaryananın. Yazıq Qaryana. Necə də məzlumcasına həyatdan köçdü. Züleyxanın sarayında adlı sanlı başçı idi. Yəni sarayda heç kim yoxdur? İnanmıram. Eğer belədirsə, bu əla fürsətdir. Heyif. Heyif aparma mümkün değil. Çox heyif.
Siz qayıdın. Sarayda heç kim yoxdur. Hey, neyinirsən? Biraz yavaş. Bura Putifarın sarayıdır, yoxsa ruhların? Her yeri toz basıb. Gedək. Burada da heç nə yoxdur. Gedək. Hələlik ona heç nə deməyin. Yoxsa dərdi biraz da artacaq. Əgər sonradan bilsə, onda bizdən şübhələnə bilər. Nə olub? Burada niyə dayanmısınız? Sizə bədxəbərimiz var, xanım. Yəni pis bir hadisə baş verib. Saraydan oğurluq eləyiblər.
Heç də təəccüblü deyil. Nə uğrayıblar? Xanım, mən qaydanda iki cavanın saraydan çıxıb qaçdığını gördüm. Onları tanıya bilmədim. Deyəsən avara sərsəri oğrular idi. Bağışlayın xanım. Gec idi, heç nə eləyə bilmədik. Gərək birimiz sarayda qalaydıq. Hə, buranı tək qoymaq olmazdı. Dərbəzəyi daha neynirəm? Özümü kimin üçün bəzəyəcəyim? Yüzarsif üçün. Niyə mənə kömək eləmirsən? Məyər sən Amun, Misirin böyük tanrısı deyilsən? Məyər mən sənin məbədin ilahəsi, sənin zövcən sayılmıram? Nə vaxtacan hər şeyə sükutla baxacaqsan? Bir nəfər mənə kömək eləsin. Nə vaxtacan susacaqsan? Laqeyd qalacaqsan. Yüzarsifin ayrılığı, Kari ananın ölümü, var dövlətimi itirməyi, cavanlığımın əldən getməsi. Amun, mənə kömək elə, nə olar? Xanım, sakit olun. Adın nədir? Niyə danışmırsan? Sən kimsən? Məndən nə istəyirsən? Nə olub ey Allahın nəbisi? Yenə də həmin qoca qadını gördüm. O məndən kömək istəyirdi. Mən bilmirəm o kimdir. Heç bilmirəm ona necə kömək eləyim. Yuxuların sirri Allahın nəbisindən gizli deyil. Əgər həmin qadının üzünü görmür, həmçinin onu tanıya bilmirsinizsə, onda ilahi məsləhətdir. O məndən kömək istəyirdi və əlini mənə tərəf uzatmışdı. Əgər onun ehtiyacı olsaydı, Allah sizi ona tərəf yönəltməzdimi?
Görəsən bu möhtac kimdir? Haralıdır? Hansı şəhərdəndir? Mən onu harda axtarım? Pərverdigara, məbadə bu qəflət mənim üçün təqsir hesab oluna və mən buna görə sorğu-sual olunam. Misir hökumətinə başçılıq eləyəndən bəri doyunca yemək yediyini görməmişəm. Qorxur ki, şəhərdəki adamların arasında ac olan olar və başqalarından tox olmaqla günaha bata bilər. Xanım, xanım nə oldu? Xanım, cənab. Nə olub? Vaxtı çatıb? Cənab, Qabiləyə xəbər verin. Biraz dözün xanım. Qabilə indi gələcək. Maliki Qabilənin dalınca göndərdim. Əsnadın halı necədir? Ağrıdan qovrulur. Qabilə indi gələcək. Siz isti su hazırlayın. Oğlumdan müğayət ol. Müğayət ol, oğlumdan. Qoyma, anasızlıq dərdi çəksin. Qoyma, qoyma. Salam olsun müdrik Yüzərsifə. Allahın salamı olsun sizə. Narahat olmayın cənab Yüzərsif. Mənə etibar edin. Əsnad xanım hardadır? Mənimlə gəlin. Cənab, sizin gözəl bir qızınız oldu. Ata-anası qədər gözəl bir qız.
Əsnadın halı necədir? O salamatdır? Hər ikisinin halı yaxşıdır. Övladınızın qədəmləri mübarək olsun. Cənab Yusif, dəfələrlə sizin boynunuzdakı bu boyunbağını və ona toxunduqdan sonra rahatlaşdığınızı görmüşəm. Bu nədir? Bu boyunbağının üzərinə bir vəd olunmuşun adı yazılıb. Vəd olunmuş. Bütün peyğəmbərlərin çəkdiyi zəhmətlərinin səmərəsi və Allahın bütün göndərdiklərinin arzusunu həyata keçirəcək şəxsin. Kaş ki atam burada olaydı və mənim ilk övladımı görəydi. Ata, mənim daha qoyunları otarmaqda sizə ehtiyacım yoxdur. Sizin evdə qalmağınız yaxşı olmazdımı? Bu uzaq yol, günün istisi sizə əziyyət vermir. Xeyr oğlum. Allahın camalının cilvələrini təbiətin gözəlliyində seyr eləmək insana təskinlik verir. Bugün sizi bir qədər sevincli görürəm. Bəli oğlum. Bilmirəm niyə. Amma məncə Yusifim də bugün şaddır. Xoş gəlmisən, qızım. Mən səni Mənsə adlandırıram. Mənsə, yəni unutduran. Sən gəldin və mən bütün qəm-kədəri unutdum. Mən sənin gəlişi münasibəti ilə bütün Memfisin kasıblarına ziyafət verin. Tamam. Mən Tiaminiyəm, xanım. Gözlərim yaxşı görür. Hər şeyi tor görürəm. İnanın ki, bu çox ağlamaqdandır, xanım. Axı niyə bu qədər ağlayırsınız? Çox ağlamaq həm gözlərinizi məhv eləyir və həmçinin də sifətinizi qırışdırır. Biraz da özünüzü düşünün. Daha bunlardan keçib. Ağlamaq dərdimi azaldır. Əgər ağlamasam, dəli olaram. Nə olub? Yenə hara gedirsiniz, xanım? Məni Nil çayına kimi körpüyəcən apararsam, mən Rudamundan Yuzarsif'i soruşmaq istəyirəm. Bilirsiniz ki, mən nə sizə mane ola bilərəm, nə də ki, tək etməyinizə razı ola bilərəm. Ona görə də sizi aparmağa məcburam, xanım. Salam olsun Züleyxa xanıma. Bəs Rudamunu necə tapmaq olar burna-buryas? Təəssüf. O Horenhopun başçılığı ilə Misirin şimalındakı təcavüzün qarşısını almaq üçün gedib. Bilmirsən nə vaxt gələcək? Yox, məlum deyil, xanım.
Qalxın xanım. Burada oturmağınız yaxşı deyil. Axı sizi bütün cəmaət tanıyır. Qorxursuz abrım gedə. Məyər mənim abrım həyam qalıb? Mənim rüsvaçılıq dastanım xalqın dilindən düşmür. Züleyxa eşkidən dəli divanədir. Əgər ona Yüzarsifdən bir xəbər versək, o bizə yaxşı mükafat verər. Onda gərək gözdə qulaqda olaq. Yuzarsif tipsə daxil olan kimi birinci biz ona xəbər verək. Yazıq Züleyxa. Adamın inanmağı gəlmir ki, Misirin ən gözəl qadını bu günə qalıb. Yuzarsifin eşqi onu bu vəziyyətə salıb. Yuzarsifin evləndiyini bilir. Ümidvaram ki, heç vaxt bilməyəcək. Yoxsa bu dərd onu öldürər. Bəlkə də bilir. Amma əhəmiyyət vermir. Əgər Züleyxa əhəmiyyət verməməyi bacarsaydı, bugünə qalmazdı. Sıraya düzülün. Hazır olun. Hökumət sarayının layiqli zabiti necədir? Yaxşıyam cənab, çox sağ olun. Mənlə gəlin. Misirin əzizinin saraya bu vaxt gəlməyinin səbəbi nədir? Bilmək olar? Biləcəksiniz. İnarus və sarayın aşpazını yanıma çağırın. İnarus və sarayın aşpazına xəbər elə. Baş üstə. Deyin ki, məşəlləri yandırsınlar. Tələs əskər, məşəlləri yandır. Oldu. Əgər icazə versəydiniz, hökmüdar Axnatunu oyadardım. Yox, ehtiyac yoxdur. İndi özü ayılacaq. Bizlə nə iş olduğunu demədi. Yox, bircə dedi ki, tez olun. Salam olsun Misirin əzizi böyük Yuzarsifə. Allahın salamı olsun sizə. Neçə dəfə demişəm ki, qarşımda təzim eləməyin. Deyəsən şallaq vurulmasa, siz bu adətdən əl çəkən deyilsiniz. Baş üstə cənab. Bir daha təkrar olunmaz. Hökmdar üçün yemək və münasib şərbət hazırlayın. Gecənin bu vaxtında. Bəli, bir neçə dəqiqədən sonra hökmdar acıyacaq və yemək istəyəcək. Bu vaxta kimi belə adəti yox idi. Cənab Yuzarsif dəqiq bilir ki, Şübhən hökmdarımız... olmasın. Əgər cənab Yuzarsif hökmdarın acıyacağını deyirsə, deməli, acıyacaq. Biraz tez olun. Vaxtımız çox azdır. Müşavir və sarayın digər sakinlərinə də xəbər verin. Hamının burada olmasını istəyirəm. Məndə təmiz baldan və xurma şirəsindən hazır şərbət var. Axşamki yeməyin tən yarısı qalıb. Biraz da meyvə qoysam, bəs eləyər? Bunlar bəsdir. Hökmdar gecənin bu vaxtı bundan artıq yeməyəcək ki. Bu o deməkdir ki, hökmdarın vacib işi var. Necə də vaxtsız acmışam. Bu vaxtacan belə olmamışdım. Yatmamışdan əvvəl yemək yemişdiniz. Yoxsa naxoşdamısınız? İstəyirsiniz Sünuhiyə xəbər verim. Yox, yox, lazım deyil. Bilirəm, bu zəiflik və qarın ağrısı təkcə aclıqdandır. Salam olsun Misirin müdrik hökmdarına və Nefertiti xanıma. Misirin əzizi burada nə eləyir? Siz nə vaxt gəldiniz?
Misirin hökmdarı acıb, Az qalmışdı ki, acından ölüm. Bəs siz oradan bilirsiniz? bugün Misirin 7 illik qıtlığının başlanğıcıdır. Bunun nişanəsi cənab hökmdarın gözlənilməz aclığıdır. Siz hardan bildiniz? Məyər Memfisə nəzarət eləmək üçün getməmişdiniz? Bu qədər yolu Memfisdən Tibsə necə gəldiniz? Bunu sonra sizə deyərəm. Cənab hökmdar yemək istəmir. Deyəsən sizdən heç nə gizlin qalmır. Hər bir şey barədə düşünmüsünüz. Bu gecə Misirin 7 illik qıtlığının başlanğıcıdır. Buna görə də sabahdan cəmaat qənaətə başlamalıdır. Mən sizə bu xəbəri vermək üçün gəlmişəm. Nə məsləhət görürsünüzsə, əncam verin. Uca Allahdan istəyirəm ki, bizə bu böyük qıtlığı ən yaxşı şəkildə dəf eləməyə kömək eləsin. Təəccüblüdür, cənab Yüzarsif. Mən də aclıq hiss edirəm. Görəsən, biz aclıq hiss elədiyimiz kimi cəmaat da hiss eləyəcək? Qıtlığın başlanmasını cəmaata necə xəbər verəcəksiniz? Cəmaat özü biləcək. Yerin quraqlığından, yağışın yağmamasından və əkin-biçin eləməmək əmrindən başa düşəcəklər. Buğda təhvili üçün gələn əkinçilərə deyin ki, bundan sonra təkcə öz illik yaşayışları üçün buğda saxlasınlar. Toxumluq üçün taxıl saxlamağa ehtiyac yoxdur. Bütün şəhərlərdə elan edilsin ki, bu il yağış yağmayacaq. Kəndlilər əkib becərməyi dayandırsınlar və torpağa daha toxum səpməsinlər. Məmurlara deyin ki, hər şəhərdə olan varlı və yoxsulların siyahısını hazırlasınlar. Çünki onlar bərabər deyillər. Biz qıtlıq zamanında kimlərin nə qədər buğda alacağını, kimin də buğda əvəzində qarşılıq ödəyəcəyini dəqiq bilməliyik. Kimlərə nə bağışlayacağımızı, kimlərdən də nə alacağımızı bilməliyik.